Hepinizi informatika aləminə həsr olunmuş tədbirdən salamlayıram. Biz bu tədbirdə fənlər arası dəyişmə, daha sonra 7A, 7B sinif arasında yarış və informasiya aid bir neçə məlumat verəcəyik sizlərə sonra. İlk öncə informatika deyəndə ağla gəlir kompüter. Hər birimiz kompüter nəzərdə tuturuq uşaqlar. Yəni fikrimizə o gəlir ilk öncə. Kompüter nədir uşaqlar? Kompüterin tarixi və quruluşu haqqında qısa məlumat verək, daha sonra keçəcəyik yarışmamıza uşaqlar. Kompüterin tarixi və quruluşu haqqında növbəti slaytda görəcəyik. Slaytda uşaqlar. Kompüter nədir deyəndə? Kompüter informasiyanın qəbulu, emalı, saxlanılması və digər istifadəçiyə ötürülməsi nəzərdə tutulan elektron qurğudur uşaqlar. Kompüter ilk universal kompüter Eniac adlandırılır 1946-cı ildə. John von Neumann arxitekturası uyğun əsaslanaraq düzəldilmişdir. Baxın, ilk universal kompüter Eniac adlandırılır 1946-cı ildə yaradılıb və həmin o kompüterin arxitekturası John von Neumann arxitekturası əsaslanır. Daha sonra sizin üçün maraqlı bir faktı qeyd edəcəm, yazar qadın olub. Həmin qadının da adı, indi burada şəkildə görünəcək, adı Augusta Lovelace'dir. Daha sonra kompüterlərin, uşaqlar, biz bilirik ki, bir neçə növü var. Biz danışacağıq fərdi kompüterlərdən. Fərdi kompüterlərin növlərini görəcəyik uşaqlar. Fərdi kompüterlərin növləri hansılardır? Bu gördüyünüz masaüstü kompüterdir. Daha sonra gəlir notebooklar. Daha sonra gələcək planşet və ovucucu kompüterlər. Sonra fərdi kompüterlərin uşaqlar, biz qurğularından danışacağıq ki, hansılardır. Yəni, biz gündəlik işlətdiyimiz kompüterin qurğuları sistem blokudur, daha sonra klaviaturadır, daha sonra gəlir burada monitor və sistem. Sistem bloku, belə deyək, hesab əməliyyini yetir. Yəni, kompüterin beyni sayılır. Həmin o sistem bloku olmasa, biz eminəm, ciddi. O mən ciddi. Hə, o ciddi. Vaxtı çox bölüm, hə. Sistem bloku, başladı sözünü. Sistem bloku haqqında danışmaq istəyədik. Sistem bloku kompüterin ən önəmli hissəsidir. Kompüterin beyni adlanır. Klaviatura bilir ki, verilənləri kompüterə daxil etmək üçündür. Monitor verilənləri çıxışa ötürür. Sistem isə komandaları icra edir. Sonra kompüterin uşaqların daxilində olan qurğulardan bir neçəsini diqqətlə çatdıracağım. Bunlar ROM-dur, RAM-dır və ana platadır. Kompüterin daxili qurğularıdır. RAM, ROM həm də kompüterin uşaqlar yaddaş qurğularıdır. Bu qədər uşaqlar diqqətiniz üçün təşəkkür edirik. İndi keçəcəyik fənlərin yarışına. Buyursunlar iştirakçılarımız. Buyurun gəlin. Böyük bir izdihamla bir-birlərini dandılar. Fənə bunun dərsi böyük bir izdihamla, bir-birlərini dandılar, fənə və iddihamla. Riyaziyyat əvvəlcə sözə yaman başladı, qürurlu sözovunu ürəklərə tuşladı. Mən şanlı qüdrətimlə bağlı sirlər açaram, günəş kimi aləmə parlaq işıq saçaram. Elmlər aləmində şəxsiz padişaham mən, insanlara hər zaman yenilməz pənaham mən. Hər müşkülün taparam, kubun həm kvadratın, kök altından çıxaram, dərdin sənin həyatın. Məndə olan bu qüvvə deyin görüm kimdə var, aranızda həmişə mənəm sahib ixtiyar. Bu kəlmələr güllədək fizikaya toxundu, his qəzəbi qızarmış gözlərindən oxundu. Puç danışıb gürlənmə özündə, ay loğa daha bəsdir, heç kəs getməz izində. Mən olmasam bilmirəm, kim ölçəcək surəti, kim biləcək dünyada cazibə ilə qüvvəti. Araşdırıb hər zaman yeri, göyü həm ayı, öyrədirəm mən sizə, günü, ili həm ayı. Atom kimi partladı bizim alim kimyamız, məhvərinə sıçradı sakit dönən dünyamız. Bir dayanın, susun siz, əbəs tərif satmayın, mənə hörmət eyləyin, amma məni atmayın. Parçalayıb növbəmi, bu dünyanı yaratdım, enerjimi minərək ulduzlara əl atdım. Torpaqdayam, sudayam, vücuddayam, qandayam, yerdə göydə xülasə, hər zaman hər yandayam. Uranyuman maqnitəm, sevimli bir maddəyəm, niyyətiniz xoş olsa, xeyirli bir bəndəyəm. Hər kəsi dinləyən informatika nəhayət sükutunu pozdu.
Saymağa başladı qədim insanlar. İstifadə edərək barmaqlarından. İnqilab başladı qədim insanlar. İstifadə edərək barmaqlarından. Hesab aləti olsa da avar, ondan sonra yarandı bütün qurumlar. İnkişaf etdikcə elm, texnika, yüksək dəyərli informatika, prosesor özü inqilab etdi, köhnə dəyərlərdən sıradan etdi. Mənasız saysa da çoxları bunu, artır dünyamızda çox böyük rolu, öyrənsiz sizin üçün çox faydalıdır. İnformatikanın hər bir qolu. Zehni düşüncənin bəhrəsidir bu, ağlı idrakın töhrəsidir bu. Belə yaranmışdır nəsillər boyu, hesab texnikasının istifadəsi. Şartlar başlayırıq yarışmamıza. İlk sualımızı görürsünüz ekranda. Buyurun, sualı oxuya bilərəm sizin üçün. İnformasiyanın emalı, qəbulu, saxlanması, ötürülməsi proseslərini öyrənən sahə. Variantlarla da A. İnformatika, B. İnformasiya prosesləri, C. İnformasiya, D. İnformasiyalaşdırma prosesi. İndi uşaqlar, deməli 7A sinifi Python qrupu deyir informasiya prosesləri cavab. Upload qrupu isə deyir ki informasiya. İndi cavabları görəcəyik ekranda. Cavab informasiya prosesləri. Deməli 7A sinifi ümumiyyətlə yaxın gəlməyib cavaba. 7B sinifi indi ekranda cavabı görəcəyik. Görüntülü ştrik kod doğrudur, maqnetik skaner. Birin yazmayıblar uşaqlar. Ona görə onlara bal verəcək də. Yəni necə bal verə bilərik? Biz də keçirik növbəti. Bir dəqiqə sakin keçirik növbəti 8-ci sualımıza. Sual bundan ibarətdir ki, istənilən varlıq ola bilər. Nə ola bilər? İnformasiya prosesləri, bütün variantlar doğrudur. Model, informasiya və yaxud obyekt. İndi o nöqtələrin yerinə hansı sözü qoyacağıq, onu siz özünüz təyin edəcəksiniz. Biraz sakin, səssiz. Səssiz. Cevapları təqdim edin. Cevapları təqdim edin. Hər iki komanda doğru cavab verir. Bir dəqiqə, səssiz növbə. Sualımız, aşağıdaşların hansı şəklin atributudur? Variantları görürsünüz. JPG, X, Dot, yoksa XLS? Sarı. Bir de cevapları tekrar. Upload komandası yazıb JPG, Python qrupu yazıb doc. Sonra doc bilirik ki, mətnin atributudur. Mətnin. Deməli, düzgün cavabı veririk.
İndi isə yarışmamızın sonuncu sualına keçirik. Bu da bir məntiqi sualdır, düşündürücü sualdır. Oxuyuram sualı. Kənanın anasının 3 oğlu var. Böyük oğlanın adı April, ortancının adı Mar, bəs balaca oğlanın adı nədir? Sakit durun, sessiz olun, cavab verin. Tamam, ben eşitirim. Yavaş. İyi de cevapları alın. Hər iki komanda doğru cavab verir. Belə uşaqlar, yarışmamız başa çatdı. İndi hesab edib görək hansı komanda öndədir, hansı komanda qalib olur. Deməli, Python qrupu 7 balı var. Aplogo 8 tam 17 bal. İnformatika kendine ait olan yarışlarımız galibi oldu Aplogo grubu. Əslində səhv yazılmış sözdən yaranmışdır. Mənim adım əslində 1 yanında 100 dənə 0 olmalıymış. Ancaq təsadüfən Google olmuşdur və belə də qalmışdır. Google hər gün gündə 3,5 milyarddan çox axtarış emal edir. Mən 2009-cu ildə yaradılmışam. Adımın mənası nə var, nə yox mənasını bildirir. Dünyada 2 milyarddan çox istifadəçim var. 2014-cü il tarixində Facebook tərəfindən satın alınmışam. Mən dünyanın ikinci ən böyük axtarış sistemiyəm. İlk dəfə video tanışlıq kimi yaradılmışam. Adımın mənası sənin video platforman kimi başa düşülür. Yəni burada hər kəs öz kanalını yarada bilər. Dekabr ayı ərzində keçirilmiş riyaziyyat və informatika aylığı çərçivəsində bilik yarışlarında 7B sinifinin şagirdləri fəal iştirak etdiklərinə görə tərifnamə ilə tərtib olunurlar. Komandanın Hüseyin təşkil